Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugün MİQ 2026 yeni çərçivə sənəddə öz əksini tapan yeni bir mövzunun izahını təqdim edəcəm. Doktor Norman Ueb'in dərin bilik səviyyələri nəzəriyyəsi. Nəzəriyyənin əsas mahiyyəti və məqsədi nədən ibarətdir? Ümumiyyətlə biz qeyd edirik ki, müasir təlimdə əsas məqsədimiz sadəcə bilikli şagird formalaşdırmaq deyil. Yəni bilik kifayət etmir. Bilik və bacarıq, yəni şagird həm də bildiyini bacarığa çevirməlidir. Həmçində Ueb'in nəzəriyyəsi təlimdə əsas diqqəti biliyə deyil, düşüncə dərinliyinə yönəldir. Yəni məqsəd sadə məlumatlı şagird yox, düşünən, analiz edən, yaradan, tətbiq edən şagird yetişdirməkdir. Ueb dərin bilik səviyyələrini 4 səviyyə üzrə təsnif edir. Birinci səviyyə yadda saxlama və təkrar, sadə bilikdir, əzbərə dayanan bilikdir. Bu səviyyədə şagird sadəcə məlumatı xatırlayır, tanıyır, təkrar edir. İkinci səviyyə bacarıq və anlayış, yəni anlama və tətbiq. Şagird məlumatlar arasında əlaqə qurur, müqayisə edir, təsnif edir, səbəb-nəticəni izah edir. Üçüncü səviyyə analiz və dərin düşünmə, yəni təhlil və analitik düşünmə bacarığı. Bu səviyyədə şagird artıq mürəkkəb düşünür, əsaslandırma aparır, təhlil edir. Və nəhayət dördüncü səviyyə, yəni ən yüksək səviyyə hesab olunur, yaradıcı tətbiq və geniş miqyaslı layihə. Şagird yenilik edir, model qurur, layihə hazırlayır, yəni şagirdin yaradıcı bacarığı formalaşır. Norman Ueb'in dərin bilik səviyyələri nəzəriyyəsi taksonomiya mövzusu ilə əlaqəlidirmi? Bəli. Dərin bilik səviyyələrində birinci səviyyə yadda saxlama və təkrar Bloom taksonomiyasında birinci mərhələyə uyğun gəlir, yəni xatırlamaq mərhələsinə. İkinci səviyyə bacarıq və anlayış Bloom taksonomiyasında anlamaq və tətbiq etmək mərhələsinə uyğun gəlir. Üçüncü səviyyə analiz və dərin düşünmə Bloom taksonomiyasında təhlil və dəyərləndirmək mərhələsinə uyğun gəlir. Və sonuncu səviyyə yaradıcı tətbiq və geniş miqyaslı layihə Bloom taksonomiyasında yaratmaq mərhələsinə uyğun gəlir. Hər iki mövzu arasında əlaqə olsa da məqsəd fərqlidir. Bloom taksonomiyası şagirdin hansı idraki fəaliyyəti yerinə yetirdiyini təsnif edir. Xatırlamaqdan yaratmağa qədər. Bilirsiniz ki, idraki sahənin 6 mərhələsi var. Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaq. Yəni şagird tapşırığı icra edən zaman bu tapşırıq hansı düşünmə fəaliyyətini tələb edir? Şagirddən tətbiqmi, təhlilmi, dəyərləndirməmi, hansı idraki bacarığı tələb edir? Şagirddə bu tapşırığı icra edən zaman hansı idraki bacarıq formalaşır? Biz bunu müəyyən edirik Bloom taksonomiyasında. Amma dərin bilik səviyyələri nəzəriyyəsi tapşırığın icrasının dərinlik səviyyəsini ölçür. Yəni, tapşırığın dərinliyini və tələb etdiyi düşüncə səviyyəsini ölçür. Şagird bu tapşırığı yerinə yetirmək üçün nə qədər düşünməlidir? Bunu səviyyələr üzrə ölçür, dərin bilik səviyyələri nəzəriyyəsi. Dərin bilik səviyyələri nəzəriyyəsində səviyyələri müxtəlif fənlər üzrə nümunələrlə uyğunlaşdıraq. Birinci səviyyə dedik, yadda saxlama və təkrar xatırlamaqdır. Yəni, faktı, qaydanı, anlayışı olduğu kimi xatırlayacaq, yadına salacaq. Əgər şagird ona keçilən məlumatı heç bir dəyişiklik etmədən, öz sözlərlə ifadə etmədən olduğu kimi təqdim edirsə, bu olacaq birinci səviyyə. Məsələn, müxtəlif fənlərdən nümunələr deyək, biologiya ilə bağlı belə bir nümunə deyə bilərik, ribosomun funksiyasını deyin. Bu olur, təbii ki, birinci səviyyə, xatırlamaqdır. Riyaziyyat, məsələn, paralel düz xətlərin tərifini yazın. Şagird tərifi olduğu kimi yazacaq. Və yaxud da kimyadan oksigenin atom kütləsi neçədir? Yadına salacaq. Coğrafiyadan Azərbaycanın iqlim tiplərini sadalayın. Birinci səviyyə uyğundur, sadə düşünmədir, sadə bilik tələb edir. İnformatikadan fail anlayışını tərif edin. Şagird tərifini qeyd edəcək. Tarixdən Gülüstan müqaviləsi hansı ildə bağlanıb? Yadına salacaq, deyəcək. Fakta əsaslanır. Ədəbiyyatdan Nizaminin hansı əsərlərini bilirsiniz? Müxtəlif fənlərdən birinci səviyyə uyğun bu kimi nümunələr gətirə bilərik. İkinci səviyyə qeyd elədik ki, bacarıq və anlayış anlama və tətbiqə uyğun gəlir. Şagird izah verəcək, müqayisə edəcək, səbəb-nəticə quracaq, qaydanı tətbiq edəcək. Məsələn, biologiyadan belə bir nümunə deyə bilərik, bitki və heyvan hüceyrəsinin fərqlərini izah edir. Riyaziyyatdan tənlikdəki dəyişəni təcrid etmək üçün hansı addımları tətbiq edəcəyini izah edir.
Kimyadan niyə metallar elektrik keçirir? İzahını verir. Coğrafiyadan mülayim iqlim qurşağının xüsusiyyətlərini izah edir. Ədəbiyyatdan şeirdə lirizmi yaradan ifadə vasitələrini izah edir. Sadaladığımız nümunələr ikinci səviyyəyə uyğun gəlir. Üçüncü səviyyə qeyd elədik ki, analiz və dərin düşünmə, təhlil və dəyərləndirməyə uyğun gəlir. Şagird məlumatları parçalayacaq, xırdalayacaq, təhlil edəcək, dəyərləndirəcək, əsaslandıracaq, arqument gətirəcək. Məsələn, riyaziyyat fənni ilə bağlı belə bir nümunə deyə bilərik. Məsələnin iki fərqli həll yolunu müqayisə et, hansının daha səmərəli olduğunu əsaslandır. Hansının daha səmərəli olduğunu əsaslandırmaq üçün təhlil etməlidir. Tarix, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda xarici və daxili faktorların rolunu təhlil et. Xarici və daxili faktorların rolunu təhlil edəcək, ayrı-ayrılıqda baxacaq, xırdalayacaq, parçalayacaq. Qəhrəmanın davranışındakı dəyişiklikləri süjet xətti ilə əlaqələndirərək analiz et. Ədəbiyyat fənni ilə bağlı üçüncü səviyyəyə uyğun gəlir. Dördüncü səviyyə yaradıcı tətbiq və geniş miqyaslı layihə yaratmaq mərhələsinə uyğun gəlir. Yəni, şagirddən yaradıcı bacarıq tələb edir. Layihə, model, yeni məhsul yaradır şagird. Yəni, şagird əldə etdiyi məlumatlardan istifadə edərək yeni bir məhsul yaradacaq. Qeyri-standart mövqe və yanaşma ortaya qoya biləcək. Məsələn, biologiya fənni ilə bağlı belə bir nümunə deyə bilərik. Məktəbdə tullantıların azaldılması üçün ekoloji təşəbbüs planı hazırlayır. Riyaziyyat fənni, məktəbin aylıq enerji sərfiyyatını analiz edib qənaət modeli hazırlayır. Kimya, ekoloji cəhətdən təmiz yeni yanacaq konsepti yaradıb üstünlüklərini təqdim edir. Yeni yanacaq konsepti yaradır. Coğrafiya, şəhərdə su qıtlığı probleminin həlli üçün ekoloji iqtisadi layihə hazırlayır. Şagird layihə hazırlayırsa dördüncü səviyyədir. Tarix, Azərbaycanın hər hansı tarixi dövr əsasında interaktiv sərgi layihəsi yaradır. Ədəbiyyat, oxuduğunuz əsərin motivi əsasında müasir dövrə uyğun qısa ssenari yazın. Ssenari yazırsa şagird, deməli olacaq dördüncü səviyyə. Yəni, dərin bilik səviyyələri nəzəriyyəsində şagirdin icra etdiyi tapşırığın bilik səviyyəsini biz səviyyələr üzrə ölçə bilərik. Birinci və ikinci səviyyə. Birinci səviyyə ümumiyyətlə sadə düşünmədir, xatırlamaqdır. İkinci səviyyə anlamaq və tətbiqdir. Yadınıza gəlirsə, idraki sahədə də biz qeyd edirdik ki, xatırlamaqdır, anlamaqdır, tətbiqdir. Bunlar aşağı təfəkkür səviyyəsidir. Amma təhlildir, dəyərləndirmədir və yaratmaqdır. Bunlar yuxarı təfəkkür səviyyəsidir. Həmçinin də dərin bilik səviyyələri nəzəriyyəsində də üçüncü və dördüncü səviyyə yüksək düşünmədir. Yəni, şagirdin tapşırığı icrası zamanı yüksək bilik səviyyəsi nümayiş elətdirir.